Bismillahirrahmanirrahim. Belə bir sual ünvanlanır ki, sualda deyilir, bəzi həkimlər deyirlər ki, əgər ana 38 yaşında və ya daha yuxarı yaşda hamilə qalarsa, uşağın Down sindromlu olma ehtimalı yüksəkdir. Bu gün ümumi hamiləliyin 4-cü ayında yoxlaya bilirlər. Ana bətnindəki uşaqdan analiz götürürlər və 20 gün ərzində cavabı çıxır. Sadəcə bu analiz təhlükəlidir və uşağın düşməsinə səbəb ola bilər. Bunun üçün də həkimlər birbaşa bu işi görmürlər və bu işin qərarın valideynlərin öhdəsinə buraxırlar. İndi sual verir ki, bu şəkildə analizi etmək icazəlidirmi? Cavab belədir. Əgər bu yoxlanışla uşağın düşmə ehtimalı varsa və bu ehtimal qorxu yarada biləcək dərəcədədirsə, bu işi görmək caiz deyildir. Elhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.